Salam, məlumatınız xeyirli olsun. Bu gün sizlərlə fonetikadan hazırladığımız sınağın nizamına baxaq. Deməli, burada birinci sualdan başlayırıq. Uyğunluğu müəyyən deyir. Güllə baran olacaq A ilə, həyəcanla Ə ilə, prodüser O ilə, füsunkar U ilə. Yəni A, Ə, O, U formasında olacaq. O da D variantındadır. Birinci sualımın cavabı D variantı. İkinci sualımız. Deyir, hansı sözdə nöqtələrin yerinə M hərfi yazılmalıdır? Günbəz olacaq N ilə, qumbara M ilə, e, nimbər, Gombul, Anbar. Burada bir dənə B variantında qumbara sözüdür ki, M ilə yazılır. Bunu da qum sözündən yadda saxlayın ki, qum, qım formasındadır, belədir. Günbəz sözünü isə gün sözü ilə yadda saxlayın, GN formasında. Belə yadda daha rahat saxlaya bilərsiniz. Üçüncü sualımız. Hansı sözdə ç-yə əvəzlənməsi baş vermir deyir. Saitlə başlayan şəkil artırdığımızda baş vermir. Burada baxırıq. Çiçəyin olacaq. Şərikin olacaq. Gördüyünüz kimi dəyişmədi. Deməli cavabımız B variantı. Amma digərlərinə baxaq. Ürək, ürəyin olacaq. Çörək, çörəyin olacaq. İnək, inəyin olacaq. Hamısını dəyişir. Bir dənə şərik sözünü dəyişmir. Burada digər düşüb testimizdə. Bu yəni səhvliklə düşən bir şeydir. Hı -hı. Keçdik dördüncü sualımıza. Tarixən sözünün fonetik təhlilinə aid olanı istəyir. Tarixən sözündə vurğu birinci hecədadır. Belə. Hə. Və uzanma olmur. Olduğu kimi də qalır. Deməli biz nəyə baxırıq? Biz yazılışa baxırıq. Deyir bir saytların biri uzun tələffüz olunur. Xeyr, A variantı çəkdik. B-yə baxın. Ahəng qanuna tabe deyil. Bəli, tabe deyil. Cavabımız olacaq B variantı. Digər vurğu sonuncu hecə düzdür. Heç səhvdir. Vurğu birinci hecədadır. Düz deyirəm. Üzrlü sayın. Vurğu sonuncu hecədadır. Birdədir. Xeyr. Samitlərin birinin qarşılığı yoxdur. Xeyr, ikisinin qarşılığı yoxdur. İki hecalı sözdür. Xeyr, üç hecalı sözdür. Beşinci sual. Hə. Zülmkar sözü. Deməli, sözün yazılışı belədir. Tələffüzü isə zülmkar formasında olacaq. Deməli, bir şey yadınıza gətirim. Heca, vurğu, bir də ahəng qanununda biz hara baxırdıq? Yazılışa baxırıq. Belə də yazaq, yazılış. Amma qalan hər şeydə biz tələffüzə baxırıq. Deyir ki, deyiliş və yazılış arasında bir fərqli məqam var. Bəli, ü saiti artırılmışdır. Ü artırılıb bura. Sonra sözün hecaları zülmkar formasında. Xeyr, yazılışına baxırıq. Burada ü görmürsünüz axı. Necə olacaq hecası? Zülmkar formasında. İki hecalı sözdür. Burada isə üç heca verilib. Ona görə elə aid deyil. Səhv istədiyinə görə cavabımız B variantıdır. Sonra altıncı sualımız. Altıncı sualı deyir ki, hansı sözün tələffüzü yanlışdır? Burada elə A variantıdır. Baxın, necə olacaq? Açıq, ürəkli formasında. Ç yox, İ formasında. Qalan hamısında niyyət sözünə sözün kökü niyyət olduğu üçün elə düşmə yoxdur. Səlis olduğu kimi qalır. Çabalamaq eyni qayda, tapdalamaq da eyni qayda. Cavab oldu A variantı. Yeddinci sualımız. Yeddinci sualda deyir müəllimi sözün fonetik təhlilində düzgün cavabları müəyyən edin. Baxaq, gəlin yazaq tələffüzünü. Yazılışı var artıq orada. Müəllimlik formasında olacaq. Buna baxaq. Deyir ki, saytlərdən üçü incə, qapalı. Üçü incə, qapalı. Ü, İ. Bəli, üçü incə, qapalı. Biri açıqdır, bəli, ə. Deməli, bir doğrudur. Tələffüzündə bir fərqli məqam var. Bəli, düzdür. Ç, İ həvəzlənməsi baş vermişdir, düzdür. Uzun tələffüz olunan sait yoxdur, doğrudur. Hecalar ilə sait səslərin sayı üst-üstə düşmür, xeyir düşür. 4 sait səsimiz var. 4 də hecamız var. Deməli 4 səhvdir. Saitlərdən birin, dördünün kar qarşılığı yoxdur. Xeyir 5-inin. M, L, L, M, L. Burada 5-inin qarşılığı yoxdur. 5-də səhv cavab olacaq. 1, 2, 3 A variantı. Sonra 8-ci sualda. 8-ci sual deyir ki, tələffüzündə kəmiyyət fərqi
olmayan sözləri müəyyən edin. Kəmiyyət başqadır, keyfiyyət başqadır. Kəmiyyət nədir? Kəmiyyətin bir başqa adı da saydır. Riyaziyyatdan bildiyimiz bir şey say. Say məsələsinə biz baxmalıyıq burada. Yəni ki, düşmə olsa da və ya əvəzləməyən say bərabərliyi olsun. Fərqi olmayan, yəni eyni olanı axtarmalıyıq. İdeoloji sözündə tələffüzü dialoji formasında olacaq. Yəni eynidir. Heç bir dəyişiklik olmadı. Deməli, biri götürürəm. İkidən. Baxın ikidə necə olacaq? Aidiyyat iki y ilə yazılacaq, amma tələffüzdə necə olacaq? Sözün kökü aiddir, iyyat şəkilsidir. Ona görə y-nın biri düşəcək. Amma bir fərq var ki, necə? A ilə i-nin arasında da bir y samiti əlavə olunacaq. Yəni aidiyyat formasında olacaq və bu formada artıq samitlərin sayı və səslər, hərflərin sayı bir-birinə bərabərləşmiş olacaq. 3, 4, 5, 6, 7, 8. 8 hərfimiz olduğu kimi 8 də səsimiz olacaq. Yəni dəyişiklik yoxdur. Deməli, ikini də götürdük. Sonra təəssüflə sözündə təəssüflə. Burada da ənin biri düşəcək. Amma necə əvəzlənəcək? Lə-ndən kimi tələffüz olunur. Təəssüflə. Burada da artıq bərabərləşmiş olacaq. Bərabərləşmiş olacaq. 2-ni götürdük. 1, 2, 3-ü götürdük. Cavabımız oldu E variantı. Amma digərlərini də yazaq. Təəccüblü sözündə ənin biri düşəcək və heç bir başqa isim olmayacaq. Ona görə azalma var. Müşayiət sözündə müşayiət olacaq. Müşayiət etmək. İ düşəcək. Ona görə də bu formada yəni düşmə olur. Cavab oldu E variantı. Sonra 9-cu sual. 9-cu sualda deyir ki, hansı sözlə bağlı xüsusiyyət verilməyib? Burada hansı nə formada, hansına uyğun gəlsə, eyni rəngdə qələmlə işarə eləyəcəm, fikir verərsiniz. Yazılışı və deyilişi fərqlənmir. Yazılışı və deyilişi fərqlənmir, neytral sözdür, olduğu kimi qalacaq. Deməli, 1-ə aiddir, belə deyək. Sonra, ikinci, cingiltili samitlər sayca daha çoxdur. Burada novbahar sözünə baxın. Novbahar. Olduğu kimi qalacaq, yəni tələffüzdə də elə bu formada saya bilərik. 1, 2, 3, 4 dənə cingiltili var, bir dənə karım var. Ona görə novbahar sözü də ikinci sualımıza aiddir. Sonra samit tələffüz zamanı səs düşümü olur. Səs düşümü olan təəccüblü sözüdür. Necə olacaq? Bunu başqa bir rənglə işarə edeyim. Hə. Təəccüblü sözdür ki, o da bura aiddir. Necə olacaq? Ənin biri düşəcək və bir ədə uzanacaq. Təəccüb, biraz, hə, təəccüblü. Bu formada olur və səs düşümü olur. Baxsanız burada ənin biri düşüb. Ona görə də bu da üçüncüyə getdi. Sonra dördüncüdə, hə, dördüncüdə isə deyir, kar samitlər sayca daha çoxdur. Kar samitlər, hə, sayca daha çoxdur. Baxaq buna. Bu da fəhm sözü olacaq. Fəhm yazılır. Fəhim olaraq deyilir. Baxın, f-h kardır. 2 dənə. Bir dənə m cingiltilidir. Deməli, kar samitlər daha çox olduğu fəhim sözünə aiddir. Beləcə tapdıq ki, deməli, hansı sözümüzə aid fikir verilməyib? O da ocaq sözüdür. Aha, 9-cu sualımıza cavab oldu E variantı. Sonra 10-cu sualımız və sonuncu sualımız. Deyir ki, hansı sözdə eyni səs müxtəlif hərflərlə ifadə olunub? Baxın, burada elə variant üzərindən gedək. Güclü sözüdür. Tələffüz zamanı necə olacaq? Güclü. Düzdür. Qaraj söz necə olacaq? Elə qaraj olaraq da qalır. Hər ikisində də ortaq olan səs hansıdır? J-lar. J. Amma birində C ilə işarə olunub, birində R ilə işarə olunub. Yəni, eyni səs, bax, buradadır səslərim, eyni səslərim, müxtəlif hərflərlə ifadə olunub buradadır. Deməli, cavabımız olacaq C variantı. Ümid edirəm ki, qaranlıq qalan hansısa bir nöqtə olmamışdır.